önəmli bir gündür. Bugün izləyicilərlə görüş edirəm. Deyə bilərsiniz ki, Rəşad, bəs mənim niyə bundan xəbərim yoxdur? Çünki heç bir sosial şəbəkələrdə paylaşmamışam. Nə Instagramda paylaşmışam, nə YouTube'da, nə TikTok'da paylaşmışam. Yanımızdan da bir dənə Cybertruck keçir Bakıda. Həyatımda ilk dəfə idi ki, Cybertruck görürəm. O da Bakıda gəldi, qismət oldu. Çox maraqlı maşındır. Amma hal-hazırda da yüngülvari tələsirik. Gedirik izləyicilərlə görüşə. Bundan bir il əvvəl Bakıya gələndə bir çox insan mənə yazdı ki, Rəşad, görüş keçirək, görüşək, söhbət eləyək. Keçən dəfə alınmamışdı. Bu dəfə də gələndə artıq keçən dəfədən bəlkə də 10 qat daha çox izləyici yazdı ki, Rəşad, görüşək, nəsə söhbət eləyək, sual-cavab eləyək. Bu haqda çox düşünürdüm ki, görəsən eləyə bilərəm yoxsa yox. Instagramdan bir story paylaşdım ki, izləyici görüş eləmək istəyirəm. Bir çoxunuz yazmısınız ki, bəs Bakıda görüşək, maraqlı bir tədbir eləyək. Əslində ağlımda var. Əgər eləsəm, düzü çox insanı ora çağırmaq biraz çətin olacaq. Az sayda bir izləyici ilə maraqlı bir görüş keçirmək olar. Düz bir storydən 8000 insan qeydiyyatdan keçdi. Əslində sözün düzünü deyim, məni çox həyəcanlandırdı bu 8000 nəfəri belə registrasiyadan keçmək. Çünki o qədər açıq gözləmirdim. Deyirdim ki, yəqin ki, bir 500-600 nəfər qeydiyyatdan keçər. Ondan sonra düşündüm ki, mən bunu o qədər insanı, böyük bir kütləni idarə edə bilməyəcəyim üçün 80 nəfərlik bir izləyici görüş eləyim və mail listdən başladım bir xəbər göndərməyə insanlara. Oradan 1000 nəfəri seçdim 8000-dən və dedim ki, qeydiyyatdan keçməyinizi xahiş edirəm. Oradan sonra isə onlara müxtəlif suallar verdim və yəni özünüz birazdan gəlib görərsiniz vəziyyət necədir. Açıq mən də bilmirəm necə olacaq. İndi 80 nəfəri çağırmışam Sinema Plus zalına, Gənclik Molda. Saat 1-də görüşümüz başlayacaq. 2 saat olacaq görüşümüz, amma yavaş-yavaş da istəyirsiniz gedək, elə burada gözləməyin çox da bir mənası yoxdur. Hal-hazırda Ağşəhərdəyəm. Bugün həm də mənim Bakıdakı son günümdür, ona görə də biraz yüngülvari, onun da verdiyi bir həyəcan var. Deyəsiniz, Bakıdan gedirsənsə nəyə görə həyəcanlısan? Açıq heç özüm də bilmirəm nəyə görə həyəcanlıyam. Çünki həm Estoniyaya artıq bir aydır ki, getmirdim. Biraz Estoniya üçün çoxlu işlərim qalıb, gəlib orada onları görəcəm. Həm də artıq Bakıda bir ay yaşayandan sonra burada biraz açıq öyrəşdim. Çünki bütün dostlarım, doğmalarım buradadır. Və bugün Bakını həm də uzun müddətli, belə deyim ki, tərk eləyəcəm bugün axşam saatlarında. Həm də izləyici görüş eləmək mənim üçün belə bir çox emosional bir gün olacaq. 80 nəfər izləyici məni doğrudan da çox yaxından izləyən izləyicilərdir. Çünki mail göndərəndən sonra izləyicilərə ən belə tez cavab verən izləyicilərdir və orada qısa bir sual-cavab eləmişdim özləri ilə bağlı ki, özünüz haqqında məlumat verin və gördüm ki, yəni hamısı yaş aralığı 18 ilə 22 yaş aralığı, hamısı doğrudan da belə şəxsi inkişafla maraqlanan, xaricdə təhsil olsun, özünün inkişafı, ümumi də belə eyni mən kimi düşünən gənclərdir. Ona görə də onları görmək də mənə belə çox maraqlı olacaq. Məncə, yəni onlardan daha çox mən həyəcanlıyam, çünki nə də olmasa onlar mənə tanıyırlar, mən onları yaxından tanımıram. Düzdür, çoxsu ilə mail vasitəsilə danışmışıq mənə öz bəzən problemlərini, bəzən belə xoş xəbərlərini deyiblər ki, Rəşad onu elədik, bunu elədik. Əsas olaraq o qədər çox insanın qarşısında biraz çıxış eləmək, bilmirəm, bacaracam yoxsa yox. Onu da siz görəsiniz, eləyə biləcəm yoxsa yox. Heç vaxt həyatımda belə bir public speaking, ictimai belə bir danışıq aparmamışam. Düzdür, çox rəsmi bir tədbir deyil, görüş kimidir. Amma yenə də bunun özünün verdiyi həyəcan da var. Bu görüşün arxasında da çox böyük bir komanda var. İndi görək, Gənclik Mola yavaş-yavaş gedirik. Bakıda hal-hazırda gözəl bir havadır. Görək, ilk görüş necə keçəcək Bakıda. Çox həyəcanlıdır. Elə bil, yəni, real olaraq deyim ki, yəni, toyum olsaydı bugün, bəlkə də bu qədər həyəcanlanmazdım da. Yəni, ondan daha çox həyəcanlıyam. Elə bil, toy olsa bilirsən ki, onsuz gələn hamı qonşulardır, nə bilim, qohumlar, dost-tanış, izləyicilərin orada canlı reaksiyasını görmək də çox qəribədir. Görəsən, canlı reaksiyaları necə olacaq mənə görəndə, nə deyəcəklər? Rəşad, videoları izləyirdik, mən səni daha fərqli təsəvvür eləyirdim, yoxsa eyni təsəvvür eləyirlər. Görək necə olacaq. Yolumuzda 5 dəqiqə qalıb. Gedək çataq Gənclik Mola, görək oradan necə biz o kinoteatrın içində daxil ola biləcəyik. Not the first, like the cool.
Salam hamıya, xoş gəlmisiniz. Açıq bu qədər adamın bir arada görəndə biraz qəribə hisslər yaşadım. Gözləyirdim ki, bayaq zalın çölündə görəsən gələsiz yoxsa yox. Açığı, yəni bu qədər izləyicini bir arada görmək mənə çox qəribə hisslər yaşadır. Çünki videolarda həmişə paylaşıram, çoxlu insanlar izləyir, yüzlərlə şərh yazırsınız, minlərlə insan videonu bəyənir. Amma onları sən gözündə canlandıra bilmirsən. Hal-hazırda burada 80 nəfər insanı, 80 nəfərdən biraz çoxuq. 80 nəfər insanı bir arada görəndə mən həqiqətən çox sevindim. Ümumi olaraq sizə təşəkkür eləmək istəyirəm ki, vaxtınızı ayırıb gəlmisiniz. Bugün mənim üçün çox belə biraz da emosional bir gündür. Çünki bugün Bakıda mənim son günümdür. Axşam artıq Bakını tərk eləyəcəm, gedirəm Estoniyaya. Amma belə bir görüşün olmağı ümumi həm mənim üçün də çox belə yadda qalan olacaq. Əminəm ki, yəni mən 10 ildən sonra da, 20 ildən sonra da həmişə yəni bu anı xatırlayacağam ki, belə bir görüş keçirmişəm. Birazdan görüşün formatı necə olacaq, ondan danışmaq istəyirəm. Hal-hazırda biraz hekayələrdən danışacağam, başıma gələn hadisələrdən. Ondan sonra isə sizlərdən suallarınızı soruşacağam və suallarınıza aktiv formada belə cavab verməyə çalışacağam. Amma istəyirsə mən danışan vaxtı da belə öz suallarınızı beyninizdə formalaşdırsanız, elə bir suallar olsun ki, deyəsiniz ki, Rəşad bu suala çətin cavab verəcəkdir. Yəni, Rəşadı tam sıxışdıraq burada, tapmışıq. Bir də hardan tapacaq? Adam gedir, ildə bir Bakıya gəlir. Ona görə yəni, tam belə maksimum nə qədər çətin sualınız olsa, mənim üçün daha xoş olar. Yəni, normalda deyək ki, canlı yayımlarda indi hər çox sualın cavabını verirəm. Amma elə suallar ola bilər ki, sizin beyninizdə qalıb, bəlkə də cavabını bilmək istəyirsiniz. Bu görüşün olmağını ümumi olaraq heç arada paylaşmamışdım. Sadəcə mail listdən, qeydiyyatdan keçən siz məhz bu xüsusi seçilmiş izləyicilər bura gəlib çata bilib. Hal-hazırda Instagramda, YouTube'da, ümumi digər sosial şəbəkələrdə heç kimin bu görüş haqqında heç bir məlumatı yoxdur, necə olacaqlar. İndi əminəm ki, burada şəkil paylaşacağıq biz. Hamı yazacaq ki, Instagramdan bizim niyə xəbərimiz yoxdur, biz niyə gəlməmişik ora. Ona görə də çox maraqlı bir reaksiya olacaq. Əgər mən yaxından izləyirsinizsə, 3 il mən YouTube'da bir fasilə vermişdim. Ümumi o 3 ildə fasilədə mənim həyatımda nə kimi dəyişikliklər olmuşdu, nələr eləyirdim, onlardan sizə danışım. 2019-cu ildə YouTube'da mənim artıq kanalımın böyük bir abunə sayı var idi. Hardasa, indi dəqiq olaraq yadıma gəlmir, amma 120-130 min mən son dəfə YouTube'a fasilə verəndə mənim YouTube kanalımda abunəçi sayı var idi. Və orada artıq mən əyləncə kontentində videoları paylaşanda mənim belə ağlımda qəribə düşüncələr yaranırdı ki, mən orada 9-cu sinifdə oxuyurdum və sözün düzünü deyim, gələcəkdə nə kimi planlarım var, hələ beynimdə tam olaraq formalaşmamışdı. Deyirdim ki, gələcəkdə mən yəni, nələr eləyəcəm, nə kimi bir gələcəkdə bir fərd olaraq yetişəcəm. Deyirdim, görəsən YouTuber olacam gələcəkdə, yoxsa öz istədiyim peşəmə, kiber təhlükəsizlik peşəsinə tam fokusumu ora verim, universitet oxuyum. Tam onun düşüncəsi gedirdi artıq. Son videolarda əsas olaraq 2019-cu ildə bilirsiniz, yəni əyləncə kontenti indikindən çox fərqli idi. Həm YouTube olsun, mənim öz kanalım olsun, hər şey çox fərqli idi onda. Son dəfə axırıncı videomu 2019-cu ildə xaricə köçmədən əvvəl, ümumi bu planları qurmadan əvvəl düz ağlımda var idi. Son bir mənim videom var idi. Çox belə qəribə bir videoda. Hazırda da baxanda özüm də belə qəmgin şəkildə baxıram ki, yəni o videoda nə bilim, həm ümumi olaraq yaşım çox aşağıdır, həm danışığım fərqlidir, həm düşüncə tərsim fərqlidir. Bir videom var idi mənim. Yəqin ki, bəlkə də görmüsünüz. Gedirəm dəniz qırağında detektorla nəsə axtarıram. Məndə kontent o vaxt oydu və həmin o videonu çəkmədən əvvəl, bir gün əvvəl o videonun sizə hekayəsindən danışmaq istəyirəm ki, necə çəkilib o video və ondan sonra mənim fikirlərim necə dəyişib. Həmin videonu çəkmədən əvvəl ümumi mən YouTube'a təmiz olaraq, tək YouTube'a yox, bütün sosial şəbəkələrə böyük bir fasilə vermək istirdim. Və arzumda var idi ki, Estoniyada gedim kiber təhlükəsizlik oxuyum. Çünki mən uşaqlıqdan bəri bir neçə videoda danışmışam hekayəni ki, kiber təhlükəsizliyə çox marağım var. Bu sahə ilə davam eləyim, yoxsa yox, Estoniyada gedim, köçüm, yaşayım. Amma bunu eləmək üçün mənim tam olaraq bir sahəyə yönəlməyim lazım idi. Yəni həm YouTube, həm onu eyni anda eləyə bilməzdim. Çünki əyləncə kontenti olduğu üçün gərək orada sənin zarafatların olsun, gülməyin olsun. Mən özüm 9-cu sinifdə oxuyanda elə bir düşüncədə idim ki, açığı ancaq gələcəklə bağlı düşünürdüm ki, görəsən mən gələcəkdə necə olacam. Yəqin ki, aranızda da
elə düşünənlər olub, ümumi abituriyent vaxtlarından əvvəl. Məndə də var ki, gələcəkdə nələr eləyəcəm, sizdə də 100% var. Bura gəlmişsinizsə, yəni şəxsi inkişafla bağlı düşüncələriniz yəni 100% var. Çünki hamınızın orada mesajlarını oxumuşam, özünüzü inkişaf elətdirmək istəyirsiniz və səhəri gün videonun çəkilməyinə getmək istəyirik. Sahilə gedirik ki, videonu çəkək. Ondan əvvəl bizim evin yanında bir mağaza var idi. Həmin mağazada sadəcə yeni gəlmiş geyimlərə baxırdım ki, görəsən nə var. Mən heç o vaxt çox da açığı belə geyim tərzinə baxmırdım. Yəni sadəcə girirdim mağazaya, hər hansısa bir sadə köynək. Əslində indi də elədir, çox da böyük bir geyim tərzi yoxdur. Tam mağazaya girəndə orada işləyən qardaş dedi ki, bəs yeni kolleksiya gəlib paltar. Bir dənə koftadır. Bir də gördüm üstündə Estoniya bayrağı var. Dedim ki, nəyə görə mən bu geyimi almayım? Həm o geyimi orada görəndə, koftanı görəndə açıq məndə biraz qəribə bir hiss yaşandı. Elə bildim ki, bu mənə biraz da göndərilmiş belə bir sayındır deyim ki, yəni bu kofta Estoniya ilə bağlıdır. Həmin o koftanı götürdüm, aldım mağazadan, geyindim. Elə həmin videoda da var Estoniya bayrağı olan kofta. Beynimdə düşündüm ki, mənim YouTube kanalımda son video olacaq və Estoniya formatlı bir koftanı geyinim, sonlandırım. Həmin orada heç mənim imtahan nəticələrim yox idi. Estoniyaya necə gedəcəm, onunla bağlı bir fikrim yox idi və maraqlı bir şey də deyim ki, yəni bizim ümumi olaraq mənim ailəmdə olsun, yaxınlarda olsun, qohumlarda olsun, xaricdə təhsil alan bir insan olmayıb. Yəni, ilk dəfə mən xaricdə təhsil almışam, ona görə də açıq məndən onu da gözləmirdilər ki, Rəşad nə vaxtsa gedib xaricdə təhsil alacaq və yaxud elə bir gözlənti də yox idi, istək də yox idi məndən. Sadəcə məndə o həmişə uşaqlıqdan bəri belə bir istək var idi ki, özümü daha çox inkişaf elətdirim və yaxud fərqli ölkələrə getməyə çalışım. Həmişə o arzu istək məndə olub. Və həmin o koftanı geyinəndən sonra videonun özündə də baxsanız orada təzələndiz üstündən çox keçib 2019, 6 il keçib. Yəni üzümdə qəribə bir məyusluq var, açıq bilmirəm necə davam eləyəcəm. Ondan sonra videonu paylaşandan sonra üstündən bir müddət keçdi. Mən dəqiq olaraq dedim ki, artıq YouTube kanalımı mən fasilə verirəm beynimdə. Düz orada izləyicilərə mən çox istəyərdim ki, bir açıqlama verim, amma həmin vaxtı mənim 16 yaşım var idi. Yəni o qədər də məncə düşüncə tərzim tam dərinə getməyib ki, yəni izləyicilərə də o qədər insan gözləyir, bir açıqlama vermək lazımdır ki, sən hara gedirsən, nə edirsən? Çünki çox insan yazırdı. Hətta bəzi girirdim mən bir neçə edit səhifəsi mənim videomu paylaşırdı. Altına baxırdım, fərqli kommentlər yazırdılar ki, Rəşadı tanıyıram, Rəşad buradadır, biri yazırdı, Rəşad fərqli ölkədədir, biri yazırdı, yox, heç hara getməyib və s. Mənə də çox maraqlı gəlirdi. Ondan sonra düşündüm ki, mən həm YouTube-u, həm Instagramı, ümumi olaraq telefonumda nə qədər sosial şəbəkə varsa, hamısını telefonumdan siləcəm. Onun da açığı belə bir səbəbi var idi ki, mənim enerjimi həmin o proqramlar doğrudan da çox belə alırdı. İstəmirdim ki, gələcəkdə bir hədəf qoymuşam özümə ki, Estoniyada təhsil alacağam və ya xaricdə təhsil alacağam. Yəni, bir dəfə şansım var bunu eləmək üçün və o şansı əldən vermək istəmirdim. Belə bir düşüncə elədim ki, mən 3 il boyunca tam olaraq dərslərimə fokus olacağam. Bəlkə də indi fərqli məsələn, başqasına fərqli məsləhət verərdim ki, yox, həm YouTube-u paralelində davam elətdirsəm daha yaxşı olar. Amma o vaxt ki, mənim düşüncə tərzim belə idi ki, tam olaraq YouTube-a fasilə vermək lazımdır, Instagrama və s. Hətta mənim o 3 il periodunda heç bir şəkildə 2022-yə qədər, YouTube-a geri dönənə qədər, ondan təxmini bir 3-4 ay əvvələ qədər heç bir yerdə, heç bir sosial şəbəkədə, YouTube-da belə, telefonda YouTube belə yox idi. Hər şeyi silmişdim. Bunu əslində heç də açıqlamamışdım belə bir şey olduğunu. Ələsgər də qabaqda oturub, mənim otaq yoldaşımdır Estoniyada. Onunla bir Estoniyaya getmişdik. Məsələn, mən onunla ilk 6 ay yaşayanda mənim telefonumda YouTube yox idi. Mən ümumi olaraq heç xəbərdar deyil idim ki, insanlar nə edir. Heç kimin storiesinə baxmıram, YouTube-da heç nəyə baxmıram. Ümumi olaraq, yəni heç kimin fikri mənim maraqlı deyildi. İstəmirdim ki, məsələn, bir dənə YouTube-da bir videoya baxaram. Məsələn, nəyəsə olur, nəyəsə almaq istəyirsən, baxırsan deyir ki, bunu alma, məsələn, bu səbəblərə görə. Baxaram, nəyəsə yazar ki, Estoniyaya getmə və yaxud mənim fikirlərimi yayındırar. Ona görə dedim, full fokus olacam. Həmin o 3 il periodunda nə edin deyə soruşsanız, SAT və IELTS imtahanlarına hazırlaşırdım və paralelində kiber təhlükəsizlik öyrənirdim. Gündəlik rejimim çox sadə idi. Belə bir özümə rejim qoydum ki, yəni mən ki bu boyda, yəni izləyicilər məni gözləyirdi, video paylaşmadım. YouTube kanalını buraxdım. Ən azından bu 3 il sonra mən geri dönmək də ağlımda yox idi, heç açığı deyim. O hekayəyə də gələcəm, nəyə görə geri döndüm. Çox maraqlıdır o hissəsi. Özümü təmiz olaraq, yəni cəmiyyətdən özümü izolyasiya eləmişdim o 3 il müddətində. Çox küçəyə çıxmırdım. Sadəcə özümü fokus eləmişdim ki, imtahanlardan keçim. Onun da səbəbi olaraq belə bir düşüncə var idi ki, yəni mənə o artıq deyək ki, fərqli yerlərə getmək, əyləncə konsepti mənə artıq çox mənasız gəlməyə başlayırdı beynimdə. Çünki bilmirəm, bu artıq yaşın artdığına görədir, yoxsa yox. Sadəcə özümü məqsəd qoymuşdum ki, mən xaricdə təhsil alacağam və mənə o vaxt o qədər bu mümkünsüz gəlirdi ki, indi
hər hansısa bir izləyici məndən soruşsa, deyərəm ki, çox asan bir yoldur əslində. Bilmək lazımdır necə müraciət edirsən, necə gedirsən. Mən ailəmlə yaşayırdım. Köçəcəm, ayrı bir həyatım olacaq. Mən heç o vaxt düşünməzdim ki, heç ayrı bir evdə yaşayaram, tək başıma xaricdə yaşayaram. Yəni bu mənim üçün mümkün deyil idi. Və 3 il boyunca bu sırf olaraq sosial şəbəkəyə mənim fokus olmamağım həmçinin mənə daha çox böyük xoşbəxtçilik verirdi. Nə baxımdan? Sadəcə çünki özümü digər insanlarla müqayisə edə bilmirdim. Çünki bilmirdim başqa insanlar nə edir. Sadəcə özümü özümlə müqayisə edə bilirdim. Ona görə də bəzi izləyicilər yazır ki, məsələn, çox önəmli bir imtahanları var və yaxud nəyəsə bir işə fokus olmaq istəyirlər. Deyirəm ki, yəni bacardığınız qədər həmin müddətdə sosial şəbəkələrdən uzaq olun. Ən azından sosial şəbəkələrə də girəndə bəzi filtrasiya eləyə bilərsiniz və yaxud vaxtınızı, nə qədər vaxt sərf edirsiniz. Çünki insan doğrudan da həmin vaxtda onun dərininə geçsəniz, görürsünüz ki, yəni bir insan videoya baxırsan, həmin o videodakı belə danışıq belə sənə bəlkə də enerji çəkə bilər oradan, sənin o hədəflərindən yayındıra bilər. Həmin vaxtı mən özümü sadəcə özümlə müqayisə elədiyim üçün doğrudan da çox xoşbəxt idim. Gündəlik rejimim necə keçirdi? Səhər oyanırdım, dəqiq olaraq kiber təhlükəsizlik öyrənirdim. Çünki bilirdim ki, mən bu ixtisası oxuyacağam və ixtisas da doğrudan da çətin keçirilən bir ixtisasdır. Ona görə də düşünürdüm ki, yəni universitetə gedəndə artıq mən hazırlıqlı gedim və ən azından gedəndən sonra digər biraz tələbələrdən seçilim. Həm də öz həyatımda da gələcəkdə bu işi görəcəyim üçün belə bilikli getmək istirdim. Gündəlik demək olar səhər saatlarında kiber təhlükəsizliklə məşğul olurdum. Ondan sonra IELTS və SAT-yə hazırlaşırdım. Yəqin ki, aranızda oxudum, yəni çox insan xaricdə təhsil almaq istəyir, xaricdə təhsil alanlar da var. IELTS və SAT imtahanı doğrudan da belə intensiv imtahanlardır həmin yaşa görə. Məsələn, hal-hazırda mənə çox rahat gəlir, deyirəm çox rahat eləyə bilərəm, amma keçmişə qayıdıb baxanda düşünürəm ki, o imtahanlar doğrudan da məndə belə bir iz qoyub, müsbət mənada. Çünki doğrudan da mənə çox çətin gəlirdi vaxtında. Mənim SAT-yə hazırlaşma periodum, IELTS-ə hazırlaşma periodum elə idi ki, yəni gündəlik olaraq praktiki testlər eləyirdim. Özümə printer almışdım. Gündə 3 dənə, 5 dənə praktiki test eləyirəm. O qədər belə içimdə qəribə bir hiss var idi ki, yəni mən bunu eləmək istəyirdim də həqiqətən. Yəni o hissə görə belə əsəb hiss edeyim, özümə qarşı biraz doğrudan da niyəsə əsəbi idim ki, bəs mən nəyə görə xaricdə təhsil ala bilmirəm də, o hiss var idi. Bəlkə aranızda da həmin o belə özünə sərt məqsəd qoyan izləyicilər də var. Yəni mənim 3 ilim bir də axşamlarda idmana gedirdim. O yadımdan çıxdı idman məsələsi. İdmana gedirdim, deyirdim ki, mən biraz da idmanda daha çox, çünki insanın mental bir iş görəndən sonra, nəyisə oxuyandan sonra gedirsən idmanda biraz kardio eləyirsən və yaxud hər hansısa bir məşq eləyirsən, insanın beyni doğrudan da mən orada dincəlirəm. Mənim 3 ilim təxmini elə keçdi. Yəni 2019-un axırından 2021, hətta o vaxt Covid periodu olduğu üçün mən daha da belə özümü biraz şanslı hiss edirdim o baxımdan ki, onsuz da evdən çölə çıxan heç kim yox idi. Hamının yəni başı qarışıb Covid-lə, elə evdə oturum, dərslərimə fokus olum, kiber təhlükəsizlik, proqramlaşdırma, ümumi tək ondan yoxdur. Digər internetin fərqli sahələri də var ki, onlara da fokus olmağa çalışırdım. Və gəldi gün çatdı 2022-ci ilə. Ondan əvvəl mənim o hissələri danışmışam, Macaristana gedib orada qəbul almağım, bir il Macaristanda oxumağım. Mən Macaristanda oxumağım onsuz onlayn formatda olmuşdu. Çünki həmin vaxt Covid vaxtı idi. Ölkədən çıxışa icazə verilmirdi Macaristana getməyə. Və gün gəldi çatdı, müraciətləri bu haqda danışmışam. Estoniyaya müraciət gəldi çatdı, qəbulumu aldım full təqaüdlə Estoniyaya artıq getməyə başlayırdım. Uçuş biletləri alındı. Həqiqətən hələ də xatırlayıram. İndi hər hansısa bir ölkəyə gedəndə deyirsən ki, mən məsələn dostlarım olsun, sadəcə normal bir şey kimi qarşılayırıq bunu. Deyirik ki, başqa bir ölkəyə gedirik. Burada böyük bir şey yoxdur. Amma mən ilk dəfə xatırlayıram Azərbaycandan çıxmağımı, Estoniyaya getməyimi, ilk dəfə tək təyyarəyə minməyimi. Mənim üçün çox stresli bir vaxt idi o vaxt. Yəni, onu mən sözlərlə ifadə edə bilmirəm. Çünki həmişə ailə evində yaşamış bir insansan. Birdən səni elə bir azadlığa buraxırlar ki, get, nə etmək istəyirsən elə də, hər şey səndən asılıdır. Təyyarəyə minəndə, mən Estoniyaya gedəndə o qədər belə əslində plansız getmişdim. Orada nə qalacağım yer var idi, heç bir şey yox idi. Necə qalacağım, nə edəcəm bilmirdim və ümumi olaraq əvvəlcədən təcrübəm olmadığı üçün ev necə tutmaq lazımdır, o ödənişləri və s. heç bir mənim ağlımda yox idi. İndi düşünürəm ki, məsələn, mən xaricdə oxumasaydım, Azərbaycanda oxusaydım, düz yenə də inkişafım yenə də yaxşı olacaqdı. Amma xaricdə təhsil almaq insana həqiqətən çox müsbət təsirləri olur. Düzdür, çox çətin olur, amma bu çətinlik insana doğrudan da belə elə bir vəziyyətə gətirib çıxarır ki, həmin o 4 il müddətdən sonra artıq səni hansı ölkəyə yollasılar, hara yollasılar, sən o vəziyyətdən çıxa bilirsən.
Yəni doğrudan da insanı sanki müstəqil bir şəxs kimi formalaşdırır. Və Estoniyaya mənim getməyim, tək biletimi aldım. Mənim xaricdə yaşayan, yəni bunu da burada ilk dəfə də açıqlayıram. Xaricdə yaşayan mənim heç bir qohumum, qonşum, yəni yaxın bildiyim heç kim yoxdur. Heç bir Avropa ölkəsində, heç bir, yəni Azərbaycandan xaric heç kimi tanımırdım. İlk dəfə təyyarə biletini aldım, düşdüm Estoniyaya və mənə o qədər fərqli gəldi ki, Estoniyanın o havası, həm insanları, özümü çox qəribə hiss edirəm. Təsəvvür eləyin, getmişəm şəhərin mərkəzindəyəm, əlimdə bir videoda da deyirəm, əlimdə bagajla belə sürütləyə gedirəm içəri şəhər tərəfdən. Qalmağa yer yoxdur, heç bilmirəm axşam harda qalacam. Deyirəm ki, amma çatmışam da Estoniyaya, ən azından gəldim, çatdım da qalanını düz qoş eləmək olar. Sonra getdim orada bir otel tutdum. Bir gecə dedim ki, oteldə qalım, sonra gedim ev axtarım. Heç Estoniyada ev axtarmaq məsələsi necədir bilmirəm. Azərbaycanda ev elədir ki, gedirsən bir binaya, məsələn, belə saytlar var. O vaxt saytları Estoniyada heç bilmirdim hansı saytdan tapmaq olar. Düşünürdüm ki, yəqin ki, hər binanın altında belə bir mühafizəçi olar. Soruşaram ki, burada kirayə ev var. Yəni Azərbaycan məntiqi ilə elə bir düşünürdüm ki, yəqin elə olar. Estoniyada elə bir ölkədir ki, hər şey onlayndır. Yəni hətta evlilik belə onlayn olan ölkədir. Hər şeyi onlayn eləyə bilirsiniz. Yəni sizin fiziki olaraq heç bir yerə getməyinizə ehtiyac yoxdur. Ona görə də Estoniyada heç bir evdə aşağısında mühafizəçi yoxdur, ümumi binalarda resepsiyon yoxdur. Hətta bəzi otellərdə belə resepsiyon yoxdur. Hər şey avtomatik formatdadır. Görmüsünüz videolarda paylaşıram. Robotla yemək çatdırılma eləyirlər və s. Yəni hər şey Estoniyada onlayndır. Hətta yəni bunu da deyim, kimsə vəfat eləyəndə o belə onlayndır. Yəni heç nəyə ehtiyac yoxdur. Yəni çox belə qəribə bir ölkədir. Düzdür, bu onlayn olmağının da bəzi problemləri gətirir, çıxarır. Məsələn, estonlar bir-birindən çox danışmaq istəmirlər. Çünki nəyə görə də danışsınlar açıq. Hər şey onlayndır onsuz. Nə ürəyiniz istəyir Estoniyada, evdən çıxmayıb eləyə bilərsiniz. Evinizi kirayəyə də verə bilir, ev ala bilirsiniz, sata bilirsiniz və s. Ona görə də elə bir ölkəyə düşəndə mənim artıq orada ev tapmağım mümkün deyil. Gedirəm binaya və yaxud otelə gedirəm, heç kim yoxdur. İndi orada bəzi tələbə yataqxanaları var. Tələbə yataqxanalarına getmişəm, internetdə tapmışam bir-bir adreslərini ki, mən bu yataqxanalara gedəcəm. Təyyarədən düşmüşəm, bir-bir yataqxanalara gedirəm. Gedirəm, qapısını döyürəm, baxıram açan yoxdur, yoxdur heç kim. Yəni ümumi olaraq onlayn rezerv eləməlisən və s. Nömrələrinə zəng eləyirəm, deyir müraciət eləyin, müraciətinizə baxılacaq. Mən belə bir şey gözləmirdim açığı. Çünki yəni ilk dəfədir xaricə çıxıram. Aranızdan bəlkə deyənlər olacaq ki, yəni heç mi araşdırma eləməmisən. Həqiqətən mənim o Avropa ilə bağlı düşüncələrim yox idi. Estoniya deyirdim. Yəni ağlımda heç bir yer canlanmırdı. Nə bilim deyirdim məsələn Finlandiya, deyirdim arasında nə kimi fərqlər ola bilər. Yəni xarici bir ölkədir də. Ondan sonra artıq o çətin belə ev tapmaqdan sonra qayıtdım otelə. Ondan sonra elə mənim artıq 4 ildir dostumdur. Demək olar Estoniyada bir yaşamışıq bütün Ələsgər. Ondan sonra təsadüfi deyəsən WhatsApp-dan yazdım mən Ələsgər. Hardansa yazdım ki, mən də ev axtarıram. Ondan sonra biz Ələsgərlə görüşdük. O da ev axtarır. Ələsgərin heç bir məlumatı yoxdur ki, ev necə tapmaq olar. Ondan sonra fərqli bir Azərbaycanlı orada makler var idi. Dedi ki, biz sizə ev taparıq. Getdik onların evinə baxdıq, gördük ki, nə bilim, yəni həqiqətən çox qəribə bir ev idi. Bilmirəm danışım o ev haqqında yoxsa yox. Oranı da bəyənmədik o evi də. Biraz qəribə idi. Ondan sonra dedi ki, nə edə bilərik? Yeni açılmış bir yataqxana var idi Estoniyada. Yataqxana dediyim əslində otel tərzi, belə yataqxana tərzi, maraqlı bir formatda Estoniyada bir bina idi. O mənim o Estoniyada bir günün videosunda 2022-ci ildə çəkdiyim. Gedirəm yuxarısında 5-ci mərtəbəyə çıxıram orada. Sonra idman zalı var, həmin o bina. Hələ orada tikintisi yarımçıq idi. Getdik ora, oranın meneceri var idi. Telefonla danışdıq. Dedik ki, bəs bizə ev lazımdır qalmağa, yataqxana. Baxdıq, dedik hələ yataqxana hazır olmayıb da. Yəni buranın hazır olmağı bir ay çəkəcək. Dedik ki, yəni qalmağa bildiyimiz, yəni hələ yerimiz yoxdur da bizim. Zəhmət olmasa bizə buradan nəsə təşkil eləyin. Ondan sonra gördük ki, yəni doğrudan da biz yəni bu qədər belə maraqla yanaşırıq. Dedik ki, hə, yaxşı, orada bir onların otel tərzində otağı var idi. Bizə ora kirayə verməyə başladılar. Əsas da oranın yaxşılığı nə idi? Biz şəhərin fərqli tərəflərində ev tuta bilmirdik. Çünki universitetdən hədsiz uzaqdır və biz də o vaxt xaricə yeni getmişik. Orada maşın sürmək necədir, yol qaydaları necədir bilmirik. Yəni orada gedən kimi biz maşın almağımız çox çətindir. Yəni şəhərin o biri tərəfindən tutsaq, gedib gəlmək çox çətin olacaq. Ona görə də yaxında belə bir ev tutduq, qaldıq orada. Bizim orada da elə Estoniya hekayəmiz orada başladı. Amma indi keçmişə qaydanda düşünürəm ki, doğrudan da çox belə qəribə bir yoldan keçmişəm. Hal-hazırda mənə çox rahat gələn şeylər doğrudan da vaxtı ilə çox çətin olub. İndi hər şeyi yəni bir saniyə ərzində həll eləyirəm. Məsələn, son videolarda görmüsünüz, hər hansısa bir ölkəyə gedirəm, artıq əvvəlcədən maşın hazırdır, ev hazırdır.
çox rahat formatda, amma bunun əvvəlində doğrudan da çox belə çətin bir yol dayanırdı ki, o xaricə gedib tək yaşamaq. Ondan sonra biz Ələsgərlə fərqli fakültədə oxuduğumuz üçün Ələsgər mühəndislik oxuyur, fərqli belə deyim evlərə köçdük. Ondan sonra mən tək yaşamağa başladım. Həmin o tək yaşamaq insana həm müsbət, həm mənfi cəhətləri var deyim. Çünki tək yaşamaq əsas da xaricdə və əsas da Estoniya kimi bir ölkədə doğrudan da çox çətindir. Estoniyanın özü elə bir ölkədir ki, qapanıq, həmişə qar yağan 9-a hal-hazırda yaxşıdır. İndi axşam uçuşum var saat 8-də, hal-hazırda yaxşıdır. Qəşəng günəş batmır. Gecə saat 1-ə qədər Estoniyada hal-hazırda aydın havadır. Yəni 1-2 saat qaranlıq olur. İndi iyul ayında ümumi olaraq demək olar gün batmır. Çox maraqlıdır. İnsanlar artıq Estoniyada qışda öz belə depressiv vaxtlarından çıxırlar bütün şəhərə. Ümumi olaraq Avropada elədir ki, insanlar qış vaxtı daha çox işləyir, özlərinə pul yığır. Yayda çox gözəl həyat tərzi keçirirlər orada. Elə bir yerdə yaşamaq, tək yaşamaq mənə hər cəhətdən indi düşünürəm ki, görəsən bəzən özümə suallar verirəm, izləyicilər də suallar verir ki, görəsən Rəşad, Azərbaycanda təhsil almaq istəyərdim və ya başqa ölkədə. Mən təhsil almağı sadəcə təhsil olaraq yəni görmürəm. Sadəcə universitet deyək ki, yaxşı ola bilər, çox gözəl təhsil verə bilər, amma bundan əlavə də orada sənin xarici faktorlar da sənə çox önəmlidir. Ətraf mühitin sənə necə təsir eləyəcəyi. Axırıncı videoda deyəsən demişdim ki, Türkiyədə təhsili o qədər də məsləhət görmürəm. Bir çox insan yazmış ki, nəyə görə belə deyirsən Türkiyədə təhsili. Mən orada əslində universitetlərə bir düşüncəm yox idi. Mən Türkiyədə oxumamışam, oxuyan dostlarım var. Təhsil olaraq çox gözəldir, amma sadəcə mən Türkiyənin ümumi gənclərinin o xaricdə belə digər gənclərlə müqayisədə daha çox belə şəxsi inkafa mənim gördüyüm qədərilə çox da fikir vermirlər. Daha çox Türkiyənin gənclərinin əsas düşüncəsi mənim gördüyüm qədərilə elə universitetlərin kampüsləri ola bilər ki, orada fərqli ola bilər. Daha çox belə gəzmək olsun, vaxt keçirmək olsun, elə bir yaşam tərzi keçirirlər Türkiyədə. Mən ona görə demişdim ki, biraz Türkiyədə məsləhət görmürəm. Çünki təhsil yaxşı olsa da, əsas olaraq məsələn mən də düşünürəm ki, təhsildən fərqli məni nə formalaşdırıb? Mən Estoniyada tanış olduğum insanlar, Estoniyada tanış olduğum dostlarım, onlarla elədiyimiz orada proyektlər, onlarla gördüyümüz işlər məni əsas olaraq formalaşdırıb. Hansı ki, mən düşünürəm, həmin o hal-hazırda dostlarımla fərqli bir ölkədə biz tanış olmağımız çətin olardı. O bakalavr illəri elə bir ildir ki, siz orada tanış olduğunuz dostlarınız artıq sizin ömürlük dostlarınıza çevrilir. Həmişə nə probleminiz olsa, nə bir ideyanız olsa onlarla görə bilərsiniz və onlardan əlavə də xaricdə sizin tələbə yoldaşlarınız da siz beyində olur. Düz bunu Azərbaycanda da eləmiyorlar. Sadəcə mən Azərbaycanda yaşasaydım, inanmıram ki, yəni tək yaşaya bilərdim. O xaricə getməyim mənim o baxımdan belə oldu ki, yəni təklik mənə doğrudan da çox böyük bir müsbət tərəfi oldu. Maraqlı digər xatirələrim də var. Amma hal-hazırda təxmini istəyirəm ki, birazdan sual-cavaba başlayaq, çünki sizin də maraqlı suallarınız var. Ondan ibarət idi ki, kibertəhlükəsizliyə başlayanda özünüz kibertəhlükəsizliyə başlayaq. İlk atakın və ya necə deyərlər, surfingin hansı sahiblərdən olmuşdu, hansı atak olmuşdu, necə bir şeylə qarşılaşmışdı. Yəni bu maraqlı gəlir, mənə bu çox maraqlı. Maraqlı sualdır doğrudan da. Gözləyirdim kibertəhlükəsizlikdən suallar gələcək. Görəm sən də belə kibertəhlükəsizliklə məşğulsan. Yəqin ki, hal-hazırda Azərbaycanda əsas olaraq red teaminglə məşğul olurlar, etik hakerlik. Həm də məncə bunun əsas olaraq insanların bu sahəyə daha çox marağı olmağının səbəbi biraz da mən düşünürəm həm uşaqlıqdan gələn hamının o içində olub ki, mən haker olmaq istəyirəm. Yəqin ki, hamınızın başına keçib bu hadisə. Həm də kinoların verdiyi effektlər olsun. Mənim indiyə kimi ümumi olaraq gördüyüm kibertəhlükəsizlikdən işlər, deyək ki, bug bounty olsun, fərqli veb saytlarda tapdığım, demək olar hər şey əslində biraz araşdırma ilə internetdə tapmaq olar. Çox insan soruşur ki, Rəşad, kibertəhlükəsizlik oxuyuram, hardan tapa bilərəm bu məlumatları səninlə bağlı? Deyirəm ki, yəni oxuyursansa, biraz internetdə Google Dorking eləsən, girib baxsan, yəni mənim haqqımda daha çox məlumat taparsan. Amma ilk boşluğu deyirsənsə, belə labda uşaqlığa geçsək, yəni 11-ci sinifdə məsələn, məktəbin bizə saytı var idi. Həmin məsələn saytda maraqlı bir boşluq var idi. Hansı ki, mən direktora da bildirdim. Bizdə məktəb saytı necə işləyirdi? Yəni username yazırsan, kod yazırsan. Belə qısa deyim ki, izləyicilərin çoxu da kibertəhlükəsizlikdə deyirlər və maraqlı idi ki, çox sadə bir boşluq. Saytda təhlükəsizlik sertifikatı yoxdur. O da olmayanda nə olur? Kompüterlə, deyək ki, şəbəkə arasında gedən məlumat şifrələnmir. Mən də maraqlı gəldi. Sinifdə hamı imtahan vaxtı girir orada imtahan vermək üçün kompüterini açır verir. Dedim, bir dənə maraqlı görüm insanların şifrəsini mən götürə biləcəm oradan yoxsa yox. Çox rahat şəkildə, yəni bir saniyə bir dənə Wireshark qurandan sonra
Heç nə. Bir də gördüm ki, yəni bütün insanların orada yazdığı kodların hamısı mənim gəlib. Əslində belə düşünsəniz çox böyük bir boşluqdur məktəb üçün. Yəni girib orada hamının şəxsi məlumatlarına baxmaq olar, amma təbii ki, belə işlərdən uzaq olduğum üçün direktora hamısına şikayət elədim ki, bəs belə bir boşluq var, zəhmət olmasa baxın, amma təəssüflər olsun ki, heç kim də baxmadı. Çünki məncə heç direktorun da marağında deyil ümumi olaraq orada nə olub, nə baş verib. Amma bundan başqa da bu belə deyim ki, boşluqdan əlavə bu bir veb saytın çox da böyük bir boşluğu deyil. Son vaxtlar işlədiyim üstündə proyektin biri car sharing proqramı var idi. Həmin o car sharing proqramının bir çox yerində fərqli boşluqlar tapmışdım. Artıq dövr elə gəlib çatıb ki, həmin o boşluqların hamısını onsuz avtomatlaşdırılmış proqramlar tapa bilir. Mən hal-hazırda fokusumu biraz daha çox belə bu aralar brauzerlərdə olan boşluqlara biraz dəyişmişəm. Brauzerlərdə olan boşluqlar və yaxud maşınlarda olan boşluqlar, maşınların əməliyyat sistemində olan boşluqlar. Amma bundan başqa da belə hekayə olaraq Estoniyadakı mənim kiber təhlükəsizlikdən necə iş tapmaq deməyək, pul qazandığımı danışa bilərəm sizlərə, maraqlı olarsa. Həm mövzu ilə əlaqəlidir. Estoniya ilə bayaq dediyim o hekayədən əvvəl Estoniyaya getmişik artıq. Üstündən bir neçə müddət keçib. Mənim də artıq kiber təhlükəsizliyin yetərincə deyirəm məlumatım var, nə edə bilərəm, hansı şirkətlərə müraciət edeyim. Ən azından deyirəm ki, bunlar ödəniş eləməsələr də mən orada təcrübə kimi gedim. Çünki bizim universiteti bitirmək üçün sənin təcrübən lazımdır hər hansısa bir işdə. Yəqin Azərbaycanda da belədir, çox universitetdə belədir, internship lazımdır. Və maraqlı gəldi ki, mən necə özümə ən azından side hustle dedikləri bir nəsə tapa bilərəm ki, indi tələbəsən, onsuz universitet yetərincə mənə təqaüd verirdi. Amma dedim bir side hustle kimi başladım, belə bir özümə plan qurdum ki, Estoniyadakı girim bütün kiber təhlükəsizlik veb saytlarının hamısını yazım ora. Hansılar ki, işçi axtarma potensialında ola bilərlər, hansılarında ki, işçi lazım ola bilər. Onları axtarandan sonra hamısına demək olar eyni şablonda belə bir mesaj yazdım ki, bəs hal-hazırda burada bu universitetdə təhsil alıram, belə bir portfolyom var, bunları bacarıram. Zəhmət olmasa mənə geri dönüş eləyin. Bəzilər insanlar da deyir ki, Rəşad necə deyək ümumi olaraq hər hansı bir xaricdə proyekt olsun, iş olsun, bunları necə tapa bilərik? Sizə bu haqda uzun danışa bilərik, bunu başqa videoda saxlayayım. Deməli, onu yazandan sonra mənə bir şirkətin CEO-su mənə mesaj yazdı ki, bəs bizim 2022-ci ilin iyun ayında dedilər ki, belə bir event olacaq bizdə Estoniyanın Tartu şəhərində CTF yarışması. Yarışma da necədir? 100 nəfər olur, 20 komanda olur 5 nəfərdən. Orada insanlar kompüterlərində fərqli boşluqlar tapmağa çalışırlar. CTF oyunu. Və dedilər ki, bizdə həmin o oyunu yaradacaq bir insan lazımdır, fərqli oyunlar. Yəni, Docker konteynerində olur, belə deyim, web saytı, məsələn, hər hansısa bir mən əvvəlcədən bildiyim boşluqları oraya yerləşdirirəm. Siz də məsələn ona atak eləməyə çalışırsınız, orada boşluq tapmağa çalışırsınız. Ən birinci tapan yarışın qalibi olur. Dedilər ki, bəs gəl belə bir iş üzərində işlə. Dedilər ki, lap sənin əvvəlcədən yaratdığın belə bir şey varsa, onları da qəbul eləyə bilərik, fərqli. İşin maraqlısı o idi ki, mən o vaxt dedim 3 il kiber təhlükəsizliklə məşğul olanda, elə evdə Bakıda oturanda mən o eyni oxşar, demək olar çoxlu fərqli platformaya CTF-lər düzəltmişdim. Dedi ki, mənə nə qədər yarada bilirsənsə qəbul eləyirik. Çünki nəyəsə maraqlı idi ki, yəni işə heç kim müraciət eləməmişdi 2022-ci ildə. Dedim ki, onda mən bunu part-time kimi eləmək istəyirəm. Dedi ki, fərqi yoxdur, nə qədər istəyirsən göndər gəlsin. Siz pul söhbətinə dəqiq olaraq girib nə qədər ödəniş olunub, belə eləyib, bir maraqlınız var, soruşarsınız ki, nə qədər olub. Mənə dedilər ki, nə qədər göndərə bilsən göndər. Məndə keçmişdə olan da var idi. Oturdum, keçmişdə olanların göndərdim onların texniki komandasına. 20 dənə çətin mənim orada əvvəlcədən yaratdığımı qəbul elədilər. Hansı ki, oyunun onsuz maksimum 100 dənə laboratoriya olur oyunda. 20-sini mən tərəfdən qəbul elədilər və dedilər ki, bundan sonra nə qədər yaradırsan qəbul eləyirik. Yəni bir laboratoriyanın da orada ödənişin, deyim, bəlkə maraqlı olar, deyim elə şəhər. Bir laboratoriyanın orada yaradılmasını sənə veriləcək pulun miqdarı. Yəni, mənim üçün təsəvvür edin, Estoniyaya yeni getmişəm. İndi kalkulyatorla çıxardım, indi hesablamağa başlaydım. Əslində deməyəcəkdim, mən ümumi olaraq heç bir Instagram storiesində, YouTube videosunda belə şeyləri danışmağı bəyənmirəm. Amma dedim ki, indi siz əziyyət çəkmişsiniz, gəlmişsiniz bura, ən azından maraqlı olaraq sizə bir heç kimə demədiyim bir hekayəni danışım. İşin məğzu budur ki, ümumi olaraq iş axtarırsınızsa və ya bacarığınız varsa, nəsə eləmək istəyirsinizsə, ən yaxşı hal, yəni bütün deyək ki, veb saytları çıxarın, nə qədər sizin bacarığınıza tələbat ola biləcək, məsələn, Azərbaycanda şirkətlər. Hamısını çıxarın ora, hamısına mail göndərin ki, belə-belə. Məsələn, hal-hazırda artıq AI çıxdığı üçün hamı girir, tez şəkildə mail göndərir, avtomatlaşdırılır. Amma 2022-ci ildə hələ həyatımıza o qədər də gəlməmişdi deyə mən düşünürəm ki, o vaxt çox insan da bunu yazmırdı. Həm Estoniyada o qədər bazarda insan da yox idi, yəni kiber təhlükəsizlikdə. Artıq hal-hazırda doğrudan da çox mütəxəssis var Estoniyada, gəlib
işləmək istəyənlər. Ona görə də biraz iş tapmaq da Estoniyada nisbətən çətinləşib, amma hal-hazırda yenə də mümkündür. Fərqi yoxdur, indi xaricə köçərsiniz və yaxud yəni bu dediyimi də həyatınıza şamil eləyə bilərsiniz. Eve geleceğim, 3 var mesela başka öğreneceğim, İngilizce öğreneceğim, başka öğreneceğim, mesela iktisatına bağlı öğreneceğim. Ama dersten çıkınca da söyleyeceğim kafa değişikliği mesela İstanbul'u. Böyle gördüysen de matematik harici bir sene satış kaynağı olsan da şahanen de hadi. Bu mesele hakikaten bana yani sosyal şebekeden de çok kim yaydırır da ne kadar yani bakanlıktan olmaz olur. Ben bakmışsın Estonya'da da başka şeylerde de kim yapıyor. Çox təşəkkür edirəm sualın üçün. Doğrudan çox maraqlı sualdır. Birinci növbədə Estoniyada çayxana yoxdur. Domino da yoxdur, nərd də yoxdur, heç biri yoxdur. Və estonların ümumi olaraq çox qəribə bir xasiyyəti var. Bilmirəm niyə elə bir xasiyyətdir. Sanki elə bil estonların özü dünyaya belə bir baxış açısı ilə gəlir ki, boşuna vaxt keçirməyə. Doğrudan onlar çox qəribə insanlardır. Ya ailələri ilə vaxt keçirirlər. Yəni görüşüb məsələn mən indiyə kimi 4 il Estoniyada oxumuşam. Burada mənim dostum var, Fərid, o da Estoniyada oxuyub, biznes bitirib, Ələsgər də. Yəni orada elə bir ətraf mühit yoxdur ki, ümumi tələbələr, məsələn, hal-hazırda Azərbaycanda insanlar, tələbələr olsun, bir-birinə çox yaxındır. Çıxırsan, tələbə yoldaşlarından harasa gedirsən, onlarda elə yoxdur. Əgər nəsə bir proyekt varsa, sənə çağırırlar və yaxud mən indiyə kimi orada oxudum, hələ bir nəfər təklif eləmədi ki, Rəşad, gəl, bir dəfə eləmişdi, bir nəfər təklif eləmədi ki, bundan başqa. Rəşad, gəl gedək hardasın, nə bilim, oturaq, kofe içək, nəsə boş-boş danışaq. Elə bir orada ətraf mühit həqiqətən Estoniyada yoxdur. Niyə olmamağının ikinci səbəbi var ki, fikir vermişsinizsə təhsil daha çox şimal ölkələrdə çox güclüdür. Onun da güclü olmağının səbəbi hava çox soyuqdur, eləməyə çox bir şey yoxdur. İnsanlar evdən çölə çıxmaq istəmir. Və mən həmişə ona görə gənclərə deyirəm ki, bu işlər Amerikada da elədir. Şimal ştatların hamısında ən yaxşı universitetlər şimaldadır daha çox. Düzdür, cənubda da var. Yəni istisnalar 100% var, amma ümumi olaraq məncə o soyuğun verdiyi bir insanlara qəribə bir düşüncə tərzi var ki, insanlar sanki boş vaxt keçirmək istəmir, yığışmaq istəmir. Amma indi mən sözüm düzün deyim, məncə soyuqla da əlaqəli deyil, düşünürəm. Çünki orada Azərbaycanlı tələbələr var xaricdə, Estoniyada. Məsələn, onlar özlərinə məsələn gedirlər, kafe tapırlar, orada da o dominonu oynayan orada da oynayır yəni. Həmin o domino söhbətinə qayıdanda, yəni insanın özündən asılıdır. Amma Azərbaycanda, şimdi mən hal-hazırda gəlmişəm bura, düşünürəm ki, mənim də bəzən vaxtım doğrudan da boş-boş yerlərə gedir. Çünki burada istər-istəməz öz ölkəndəsən deyə, öz belə konfor zonandasan deyə, yəni sənin burada hədsiz tanışların var uşaqlıqdan. Məsələn, çıxırsan küçəyə, deyək ki, məhəllədən kimsə səni tanıyır, necəsən, oturaq gəl, hardasa söhbət eləyək, oturdun, bir günün getdi. Əslində düşünəndə, yəni insanın hər günü məncə dəyərli olmalıdır. Ümumi olaraq, məsələn, 2025 düşünsəniz, mənim hələ xatırlayıram ki, təzə 2025 təzə olmuşdu. Yəni, story paylaşmışdım ki, hardaydıq? İsveçdə idik, hə. Instagramda paylaşmışdım ki, yəni insanlar özünə hədəf qoydu ki, 2025-də belə eləyəcəm. Bəzi storylərinə baxdım, dostlarımı 2025-də idmana başlayacağam, hər gün idmana başlayıram. İkinci həftəsindən sonra storylər dayandı, yoxdur davamı. Yəni insanların o, sən Azərbaycanda da özünü belə inkişaf elətdirmək istəyirsənsə, gərək ya birinci növbədə o dost çevrəvə deyəsən ki, gəlin bu işlərdən uzaqlaşaq. Mən bəziləri deyir ki, dost çevrəvi təmiz olaraq kəs, başqa dost çevrəsi tap. Mən ona biraz razılaşmıram ondan. Mən çalışıram ki, dostlarımı da belə düşüncəsini dəyişim müsbət tərəfdə. Yəni bacardığın qədər onu elə. Deyirəm, məsələn, bugün nərd oynamayaq, başqa şeylə yavaş-yavaş beyinlərini manipulyasiya eləməyə çalış. Gördüm daha vəziyyət alınmırsa, məcbur olaraq yəni ikinci bir özünə çıxış tapmalısan. Sualım odur ki, indi bilirsən, çox böyük kütlən var, təhsillə bağlı konkret yaşamsa, hətta daha artıq bu. Təhsillə bağlı bilirik ki, motivasiya məktubları paylaşırsan, insanlara təhsil bazında kömək edirsən və kifayət qədər təcrübən var bu barədə. Bunu inkişaf etdirmək istəmirsən, bunu daha da böyütmək istəyirsən. Çünki çox insan səninlə maraqlanır, çünki hər bir kəsə çatdıra bilirsən bəlkələri, həm vaxt cəhətdən, həm şey cəhətdən. Bunu daha da böyütmək istəyirsən, bəlkə bir şirkət, bəlkə bir akademiya, bəlkə digər bir sahələr, təhsil kiber təhlükəsizliyi yox. Bu barədə fikirləşsin. Çox təşəkkür edirəm sualıma görə. Bu son dəfə magistr videosunu paylaşandan sonra düşündüm ki, məsələn, öz universitetə müraciət elədiyim motivasiya məktublarını insanlarla paylaşım. Hansı ki, mən fərqli universitetlərə müraciət eləmişəm, oradan uğur qazanmışam bu motivasiya məktublarından paylaşım, görə necə bir effekt verəcək insanlarda. 50 nəfəri seçmişdim, sonra çox belə tələbat olduğu üçün 25 nəfəri də seçdim və oradan həqiqətən çox belə müsbət mən rəylər götürdüm oradan. Hətta orada bir nəfər var idi, adı yadımdadır, Hikmət, o Estoniyaya gələcək. Tartu Universitetindən süni intellekt üzrə tam təqaüdlü təhsil qazanıb Estoniyadan. Sonra bir neçə nəfər də var idi, adlarını tam olaraq xatırlamıram.
Estoniyada süni intellektdən Tartu Universitetindən full təqaüd qazanmışlar. Ondan da başqa da King's College-dən, hətta New York Universitetindən belə qəbul qazanan izləyicilər var idi. Yəni məni açığı çox sevindirdi ki, yəni izləyicilərə belə bir fayda verə bildim. Çünki bu yəni onların doğrudan da həyatlarını dəyişə biləcək bir şeydir. İndi gələcəkdə Estoniyaya gələcəklər, orada da 100% görüşəcək. Ağlımda var belə bir izləyicilərlə deyək, amma eləsəm təbii ki, bu biraz onlayn kurs formatında yox, daha çox kiber təhlükəsizlik üzrə belə bir icma toplu bir izləyicini yığıb, deyək ki, onlarla həm öyrənib, həm belə insanların bir-birini tanıması üçün, həm bəzi problemlər var. Bəzi izləyicilər soruşur ki, deyək ki, mən Azərbaycandayam, yeni insanlar tanıya bilmirəm, harda gedim yeni insanlar tanıyım, yəni məcbur deyil hamı getsin xaricdə oxusun, amma öyle insan ola bilər ki, həm xaricdə təhsil alıb, həmin o icmadadır, sən də Azərbaycandasan, onunla tanış ola bilərsən, eyni onsuz düşüncədəsinizsə, birləşib bir iş görə bilərsən. Ona görə gələcəkdə ola bilər bir icma yaradıb, həmin orada insanları bir araya toplamaq. Onsuz da mail listin əsas mən məqsədi nəyə görə mail listi bir neçə videoda paylaşdım və oradan sizə yazdım. Bunu Instagramda paylaşmadım, YouTube'da paylaşmadım. Çünki istədim ki, doğrudan da məni həqiqətən tanıyan izləyicilər gəlsin, yığışsın bura. Həm də sizlər üçün də, mənim üçün də çox belə maraqlı bir görüş keçsin. İndiyə kimi mənə açığı çox maraqlı gəlib. İlk girəndə üstümdə çox qəribə bir həyəcan var idi açığı. Dünəndən fikirləşirəm, bir-iki nəfər direktdən yazıb ki, Rəşad çox maraqlıdır, görüm orada nə danışarsan. Mənim açığı çox belə həyəcanlıydım, amma yavaş-yavaş sizlərlə danışdıqca, sizi belə yaxından tanıdıqca bütün demək olar həyəcanım gedir. Bu 3 gün müddətində məşqə də başlamışdın. YouTube-a qaydanda çünki tamam başqa cürdədir. Məşq rutini qurmuşdun, yoxsa prosta keyfə uyğun? Belə deyim ki, Covid vaxtında əslində mən başladım idman zalına yanımızda. Ondan sonra Covid başlayandan sonra zal bağlandı Covidə görə. 2 il bağlı oldu. Mən getdim özümə evdə balaca bir idman zalı kimi qurdum. Bench press aldım, çəkilər aldım. Əslində olan hamısının mənim telefonumda videosu var. Bütün mənim o gündəlik elədiyim işlərin hamısı. İstəyirəm arada bir video formatında, belə hekayə formatında danışım ki, mən o 3 il ərzində nələr eləmişəm. Amma həyatım doğrudan-doğruda belə çox stabil keçirdi və mən doğrudan da çox inanıram ki, o stabillik mənim o 3 il ərzində öyrəndiyim o məlumatlar mənim hələ də işimə yarayır. Yəni ona görə həyatınızda məsələn hamıya 1 il ya da və yaxud 6 ay, lap 1 ay elə bir müddət ayırmalısınız ki, sırf özünüzə. Yəni hətta deyək ki də xarici bütün faktorları həyatınızdan, səs-küyü yığışdırmalısınız həyatınızdan, full fokus olmalısınız öz işinizə. Deyə bilərsiniz ki, məsələn, dostumla görüşməyəcəm, yəni dostum inciyir. Açıq əgər sənin doğrudan da yaxın dostundursa, sənin o belə bir perioda girməyə və şəxsi inkişaf perioduna girməyə məncə sevinməlidir və səni anlayışla qəbul eləməlidir ki, belə bir şey doğrudan da sən eləmək istəyirsən. Məsələn, indi 25 gündən sonra ayıqsa imtahana girəcəm, amma ikinci kursun ikinci semestrin yanında 7 dənə fən keçilir, 6-sından qayıtım var, kəsilmişəm. Bu da bilərək eləmişəm əslində, universitetlə bir problem var idi, bu qarşı çıxmaq kimi elədim ki, beləcəm Almaniyaya hazırlaşıram, Mercedes-ə, Company-yə. Sən, məsələn, mənə məsələn görə bilərsən, orada bilməm, bir dəqiqə Almaniya nədir, necə olur, çatdım, harada qalacaq. Açığı görsə, yəni getməmisənsə, mənim o keçdiyim yoldan eyni o düşüncələr elədi. Amma deyim ki, birinci növbədə gözlədiyindən daha yaxşı olacaq. 6-5 toplayırsansa, onsuz yetərlidir. Belə eləyə bilərsən ki, o zəif olduğun hissələrə daha çox fokus ola bilərsən. Deyək ki, məsələn, speaking imtahanında elə insanlar var ki, doğrudan da bacarıqları yaxşıdır, amma gedib orada özlərini o qədər də yaxşı göstərə bilmirlər. Orada məsələn belə eləyə bilərsən ki, çoxlu speaking proqramları var da, indi üzbəüz hər hansısa bir tutordan danışırsan və heç ona da ehtiyac yoxdur. İngilis dilini yaxşı bilən dostun ola bilər. Məsələn, mən IELTS imtahanından ilk dəfə verəndə artıq imtahandan 1 ay əvvəl hər gün imtahan saatı bilirdim ki, saat 11-də mənim imtahanım olacaq. Son 1 ay hər gün 11-də mən eyni speaking imtahanını eləyirdim. 30 dəfə eləmişəm mən onu ki, artıq gedəndə sualı verir. Yəni mən sualdan əvvəl cavab verirəm. Həm də özümə belə güvən hissi də yaradır deyə lap. Mən düşünürəm ki, orada sənin balın aşağı da olsa, nisbətən özün belə yaxşı danışdığın üçün əl-qol hərəkətlərin belə önəmlidir orada. Mənim düşüncəmdə bəlkə də elə deyil. Yəni sənin məsləhətim olar ki, speakingin zəifdirsə onu elə. Reading, writing məsələsi onsuz praktika ilə həll olunur. Ən yaxşı belə eləyə bilərsən ki, çox vaxt yəni elə veb saytlar var ki, indi dəqiq olaraq adını deməyim və ya Telegram səhifələri son IELTS imtahanlarını paylaşır. Hər hansısa bir yerdə verilib. Bilmirəm necə olur açığı. Amma yəni hamı istifadə edir. Son IELTS imtahanları deyək ki, hər hansısa bir test centerdə olub, onu paylaşırlar. Real IELTS imtahanları girib. Yəni nəticədə varsa belə bir şey, bizə kiber təhlükəsizlik oxuyuruqsa, yəni gir oradan bax məsələn formatına necədir.
Ona görə də yəni son orada olan praktika testləri, çünki IELTS elədir ki, kitabları azdır. O vaxt 10 kitabı var idi cəmi. Praktika testlərinin sayı azdır. Saytlardakılar da real deyil, özlərindən düzəldirlər. Gir orada reading, writing-in eynisini tap. Məsələn, hər gün praktika elə. Evdən məsələn deyirsən ki, Almaniyaya getmək istəyirsən, 28 günün qalıb da deyirsən. Yəni mən sənin yerində olsam, yəni səhərdən axşama kimi ona fokus olaram. Çünki onu eləyəndən sonra onsuz sənin orada yetərincə boş vaxtın olacaq. Bacardığın qədər çalış, praktiki test elə. Test elə, səhvlərə bax, nəyə görə səhv eləmisən. Həmin o niyyəni doğrudan da başa düşməyə çalış. Çünki 10 dənə niyyəni doğrudan da yaxşı başa düşsən, artıq bəlkə gələcək növbəti 100 suala, səhv verəcəyin suallara doğru cavab verərsən. Əslində Estoniyada mənə qarşı yox, heç mənə Estoniyada deməsəm Azərbaycanlıyım, heç kim soruşmur, heç kimə maraqlı da deyil. Amma deyəndə çox vaxt pozitiv yanaşırlar açıq. Belə diskriminasiya məncə Estoniyada minimumdur, yəni yoxdur. Mən düşünürəm ki, Azərbaycanlılar olaraq xaricdə məncə yaxşı bir reputasiyamız var. Mən hər ölkədə gedəndə Azərbaycanlı olduğumu deyəndə, yəni bunu həqiqətən səmimi qəlbdən deyirəm, pis bir reaksiya ilə qarşılaşmamışam. Mənim sualım belədir ki, dövlətimizin əsas prioritetlərindən biri odur ki, istər xaricə işləmək üçün, istər xaricə oxumaq üçün gedənlər ölkəmizə nələrsə gətirsin və nələrsə aparsın. Bu maddi cəhətdə yox, mənəvi cəhətdən. Mənə maraqlıdır ki, Azərbaycandan nələr aparırsınız? Sizin şəhrinizin şəkli olan köynəyiniz, yəqin ki, hər kəs bilir burada olanlar. Bundan əlavə maraqlıdır ki, nələr olur? Çox təşəkkür edirəm, çox maraqlı sualın üçün. Ümumi İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Mən Muxtar Qasımlının videolarına mən çox izləyirdim. Həmişə onun idman kontenti var idi. Belə deyim ki, ən sevdiyim o idman kontentində doğrudan da çox sevdiyim bir insan idi. Onun şəhid olma xəbərini eşidəndə doğrudan da mən çox pis olmuşdum və həmin vaxtlar artıq üstündən bir müddət keçəndən sonra mən o köynəyi sırf geyib universitetin ərazisində məsələn gəzirdim. Sadəcə mən o ilə biraz güc verirdi. Mən elə hiss edirdim və maraqlıdır ki, mən Amerikaya gedəndə də ilk dəfə Amerika səyahətimi onu da Ələsgərlə eləmişəm. Gedəndə mən ümumi uçuş boyunca orada həmin o köynəklə gəzmişəm, bütün o Times Square-də və s. Çox maraqlıdır. Onun qabağında balaca bir Azərbaycan bayrağı da var idi. Elə küçələrə girirdik ki, yəni orada o Azərbaycan bayrağının əslində Amerika elə bir yerdir ki, doğrudan da çox, əsasında New York, orada böyük bir diskriminasiya olur. Yəni fərqi yoxdur. Tək Azərbaycan yox. Onsuz orada çox adam heç bilmir Azərbaycan haradır. Nəinki Azərbaycan, heç Amerikada Estoniya bilmirlər haradır, Finlandiya bilmirlər. Çox belə ayrı-seçkilik edirlər. Yəni mən ona köynəyə doğrudan da belə çox qəribə bir hisslə yanaşırdım. Hələ də o köynəklə bu dəqiqədə gəldim, maşının arxasındadır. Və Estoniyada ümumi olaraq bundan əlavə mənim o Estoniyaya apardığım məncə tək mənim yox, orada olan bütün Azərbaycanlıların məncə apardığı onların danışıq tərzləri olsun, mədəniyyəti olsun. Ümumi Estoniyada mənim gördüyüm qədərilə olan yaşayan bütün Azərbaycanlılar həqiqətən çox mədənidir, özlərini inkişaf elətdirməyə çalışan şəxslər. Və fiziki olaraq da nə aparmışam deyə soruşsanız, keçən dəfə orada mənim bir qrup dostum var idi. Onlara nəsə apardım, çox əlaqəsizdir, nəsə çox böyük bir belə paket şəkər bura aparmışam. İndi keçən dəfə yazmışam ki, bəs təzədən gəlirəm. Yazıblar ki, bəs o bir dənə nəsə gətirmişdin, onu yenidən gətirə bilərsən, adlarını da bilmirlər. Məsələn, bizim şirniyyatlar olsun, yeməklər olsun, doğrudan da çox bəyənirlər. Məsələn, mən arada Estoniyada dostlarım var, deyirlər ki, Azərbaycan restoranlarına bizə apar. Bəzilərinə doğrudan da məsləhət görmürəm, nəyə görə? Deyirəm ki, gedəsiniz, hükm öyrəşmişsiniz, düyü yeyirsiniz, yəni sadə bir şeylər yeyirsiniz. Gedəsiniz, ağız dadınızı dəyişərsiniz, öyrəşərsiniz o yeməklərə. Ondan sonra yəni orada sizin xərciniz həddindən artıq çox olacaq. Çünki Estoniyadakı adamlar yemək belə yemir, yəni. Özlərinin çox belə spesifik quru belə menyuları var. Azərbaycan yeməklərini öyrəşən adam, yəni doğrudan da orada belə çox belə əziyyət çəkər, yəni. Mən məsələn özüm əziyyət çəkirəm orada restoranlara gəlib yemək tapmaqda və s. Xaricdə oxuyan bir tələbə olaraq ölkəmizə hansı töhfələri verə biləcəyini düşünürsən və bununla bağlı planların varmı? Əsas olaraq hal-hazırda düşündüyüm belə bir töhfə mənim ola bilər ki, istəyirəm bayaq dediyim kimi sizlərdən ibarət bir icma yaradaq. Həmin o icmada deyək ki, sırf şəxsi inkişafla bağlı və yaxud bu sırf kiber təhlükəsizliyi ilə bağlı ola bilər. Belə bir qapalı bir şəkildə və ya deyək ki, bu bir hansısa bir platformada ola bilər, orada kurs platformasında, orada bir-birimizə sırf həm dəstək baxımından, həm hal-hazırda əslində burada gələn bütün gənclərin orada həm izləyicilərin yazdığı bütün orada kommentləri oxumuşam hal-hazırda və doğrudan da əslində demək olar, yəni eyni fikirləri paylaşırsınız hamınız burada otaqda olanlar və bunların belə bir bu qədər insanın bir qrup şəklində hər hansısa bir deyək ki,
Discord profili ola bilər və yaxud fərqli kanallar ola bilər. Orada aktiv şəkildə iştirak eləməyə mənə doğrudan da gələcəkdə sevindirər. Məsələn, fərqi yoxdur. Biri hər hansı bir ölkəyə getmək istəyir, orada məsləhət almaq istəyir, digər şəxs ona məsləhətlərini verə bilər və yaxud fərqli kiber təhlükəsizlikdən yarışmalar var. Orada gedib yarışmaları bir şəkildə eləyə bilərlər. Tək bunlar yox. Yəni internetdən kiber təhlükəsizlik, indi mənim sadəcə o qədər demişəm ki, artıq bundan başqa da internetdə fərqli sahələr də var. Hansı ki, heç danışmamışam, hansı ki, doğrudan da mənə maraqlı gəlir. Gənclərin istəyirəm o sahələri də öyrənsinlər. Çünki hal-hazırda elə bir dövrdə yaşayırıq ki, kimsə peşə seçimini eləmək istəyəndə, biraz sürətli danışdım, peşə seçimini eləmək istəyəndə ağlına gələn spesifik işlər var. Məsələn, həkim olmaq istəyirəm və yaxud mühəndis olmaq istəyirəm. Amma internetdə hal-hazırda elə peşələr var ki, bir çox insanın xəbəri yoxdur. Amma həmin o peşələr bizim bildiyimiz ənənəvi peşələrdən daha çox qazanc əldə eləyir. Mən düşünürəm ki, nəyə görə də gənclər həmin o peşələrə yiyələnməsin, həm də həmin o peşələrin daha çox belə müsbət tərəfi var ki, yəni bir ofis işi deyil, uzaqdan işləyə bilirsən, istəyirsən şəhərdən xaric işlə, istəyirsən özünə ofis tut, orada işlə. Yəni istəyirəm ki, gənclər belə bir işlə daha çox məşğul olsunlar. Mənim həmişə arzum ümumi olaraq kimsə sual verəndə həmişə istəyim bu olub ki, peşə seçimi olsun, nisbətən biraz daha yeni peşələrə belə yiyələnməyini çox istəyirəm, həmçinin siz izləyicilərin. O deməkdir, əslində yaxşı fikirdir, amma yəqin ki, yox. Elə bir kurs platforması olsa məncə Udemy-də olmaz. Çünki Udemy artıq çox köhnə bir platformadır və orada bəzi çatışmamazlıqlar var. Məsələn, kursu deyək ki, əldə edənlərin arasında bir kommunikasiya yoxdur. Yəni alırsan kursu, ondan sonra mən istəyirəm ki, orada alanların deyək ki, bir icması yaransın. İnsanlar bir-biri ilə sual-cavab eləsin və yaxud mentor şəklində kimsə onlara nəzarət eləsin. Ona görə də Udemy platformasını mən Coursera var. O qədər də yəni həmin o öyrənmək baxımından çox da bəyənmirəm. Onun yerinə hal-hazırda daha yeni proqramlar var. Salam Rəşad. Əvvəlcə səni burada görmək mənim üçün çox xoşdur. Məncə hamımız üçün elədir. Hətta özüm də fikir verdimsə, bayaq ilk dəfə kim sual vermək istəyir dedimsə, hamının əlləri aşağı idi. Hamımız çəkindik ilk öncə, amma danışa-danışa görürük ki, hamı suallarını verir və səndən məsləhət alır. Mənim sualım isə biraz daha fərqli olacaq. Mənim düşünürəm, təhsillə bağlı deyil. Karyera həyatında və yaxud da ki, təhsil həyatında böyük ehtimallı çətinliklərlə qarşılaşmışsan. Bunlar hansı çətinliklər olub və motivasiyadan düşdüyün vaxtlar yəqin ki, olub. Bunun üstəsindən necə gəlmişsən? Çünki mənim özüm də bir çətinlik olanda tez motivasiyadan düşən biriyəm və özümə bilmirəm, yəni ayaq üstə qalmağa təzədən güc tapa bilmirəm. Sən nə edirsən və sənin məsləhətlərin nə olardı? Çox təşəkkür edirəm sualın üçün. Çox gözəl bir sualdır. Ümumi olaraq bu mən düşünürəm ki, əgər bir sənin arzun varsa, hədəfin varsa, ondan vaz keçməmək üçün belə deyim ki, sənin artıq əsas olaraq burada düşüncə tərzidir. Yenə söhbəti indi gətirəcəm kiber təhlükəsizliyə. Kiber təhlükəsizlik oxuyanlar yaxşı bilər ki, orada belə bir ümumi bütün sertifikasiya imtahanları olsun, beynəlxalq sertifikasiya imtahanları olsun, bir düşüncə tərzi, bir söz var. Belə bir söz var ki, never give up. Bu söz doğrudan da belə bir klişe bir sözdür, amma əgər siz kiber təhlükəsizliklə dərindən məşğul olursunuzsa, deyək ki, hər hansısa bir saytda boşluq tapırsan. Yenə söhbəti gətirdim sayta. O boşluq tapmaq üçün birinci növbədə sən əlində nə var hamısını yazmalısan bir vərəqə və yaxud bir whiteboarda, ağ bir lövhəyə. Həmin eynisini sən öz hədəflərinə də eləyə bilərsən. Mən ümumi istəyirəm ki, məsələn, sənin hədəflərin evində və ya otağında sənin o bir dənə belə ağ bir lövhə üzərində yazılı olsun ki, sən onu görə bilərsən. Həm yazılı olanda orada üstündə brainstorming də eləyə bilirsən, necə bir ümumi olaraq yol irəliləyəsən orada. Ondan da əlavə bir, yenə qayıdıq saytda boşluq tapanda, ora bütün məlumatlarını sən yazanda, gözündə canlananda, həmişə həmin o boşluğu tapa bilməyəndə bu sahədə olanların bir sözü var ki, never give up. Heç vaxt bu yolundan vaz keçmə. Çünki doğrudan da bəzən elə bir mərhələdə olursan ki, tam hədəfə çatmış olursan, yəni bəlkə də 1-2 dəqiqənin söhbətidir ki, yəni onu eləməsən, həmin orada o işdə uğurlu olarsan. Mənim əsas olaraq bir işdə eləmək istəyirəm, orada həvəsim olmayanda, artıq motivasiyam aşağı düşəndə, özümü sadəcə belə düşünürəm ki, hal-hazırda bunu eləməsəm, gələcəkdə özümü necə hiss eləyəcəm və yaxud bu peşmançılıqla yaşaya biləcəmmi yoxsa yox. Çünki məndə elədir ki, peşmançılığın, belə deyim ki, o ağrısı məndə çox həmişə böyük olur. Bir şey eləmək istəyirəm və yaxud eləyə bilməyəndə gələcəkdə düşünürəm ki, kaş bunu eləyərdim və s. Ona görə də
bacardığım qədər bunun üstəsindən gəlmək üçün özümə, yəni rutin formatında özünə bir rutin hazırlaya bilərsən ki, məsələn, mən bunu bugün bu saatlarda ən azından 1 dəqiqə də olsun eləyəcəm. Çünki iş elədir ki, hədəfə çatmaq istəyirsən, yəni onu başlasan, bəlkə də başlamaq bitirməyin yarısıdır deyirlər. Doğrudan da başlasan davamı gəlir. Ona görə də motivasiyan aşağı olduğu hallarda sadəcə həmin o rejimə uyğun hərəkət eləməlisən. Deyirlər, yəni trust the process. Yəni həmin o prosesə inanmalısan. Sadəcə bu biraz deyim ki, yəni düşüncə məsələsidir. Çünki həmişə mən o neqativ vaxtlarda da bir şey gəlir, məsələn deyirəm ki, yox da bunu eləyə bilməyəcəm, alınmayacaq bəlkə də. Yəni heç bir şey dəyişə bilmirsən həyatda. Yəni insanların düşüncəsini dəyişə bilmirsən, yəni havanı belə dəyişə bilmirsən, heç nəyi dəyişə bilmirsən. Sadəcə öz beynindəki düşüncələri dəyişə bilirsən bu həyatda. Başqa heç bir şeyə sənin kontrolun yoxdur. Hətta yəni insanlar xaricə çıxmaq istəyir, hər hansı bir virus gəlir, çıxa bilmir. Amma beynində sənin özünə bir düşüncə tərzi qursan ki, mən bunu doğrudan da bacararam. Hər dəfə o neqativ düşüncə gələndə özünə məcbur eləyib sadəcə beynini sən öz dostuna çevirməlisən. Çünki çox insanın beyni əslində dostu yox, düşməni kimi cavab verir. Öz beyninin içində səslər olur. Nəsə deyirsən, qayıdır deyir ki, yox da eləyə bilmərsən və s. Ən azından məndə elə idi. Yəni bilmirəm indi sizdə elə olurmu yoxsa yox. Öz təhsilimlə bağlı bir sual vermək istəyirəm ki, bəs mən Alex və Esildən almışam. İşdən ikinci dəfə motivasiya plan qayağında 25 dəfədən birinə yedim və gördüm ki, sənin backgroundunda uşaqlıqdan bir dəyənlik və təhlükəsizliklə məşğul olursan deyə məndən mədə deyil, mən psixologiya istəyirəm. Ona görə düşündüm ki, 12-ci il təhsilini Türkiyə verim, ondan sonra pilot edim Barcelonaya. Səncə həm Alexin, həm Esilin, həm 12-ci təhsilin orada psixologiya olsa, mənə psixoloji verələr? Çox sağ ol sualıma görə. Mən düşünürəm ki, əslində yaxşı bir belə yol izləyirsən ümumi olaraq, amma təqaüd vermə şansları dediyim kimi gözəl bir motivasiya məktubu ilə və həmin ildə olan prosesdən də asılıdır ki, universitetin büdcəsi nə qədərdir. Bu il verilən təqaüd gələn il verilməyə bilər və yaxud tam tərsi. Amma Barselonada ümumi olaraq Barselonada fərqli universitetlərə müraciət eləsən və ya yaxın şəhərlərdə, düz Barselonada yaxın başqa bir yaxşı universitet olan yeri yoxdur, amma yenə də yəni mümkünsüz deyə bir şey yoxdur. Yəni alına bilər. Bu artıq qəbul komitəsinin artıq fikridir. Dəqiq olaraq bir cavab verə bilmərəm, amma güclü nəticələrin varsa, həmçinin Türkiyədə olan təhsilini göstərsən, Barselonaya güclü maraqlı göstərsən, nəyə görə o qədər Avropa şəhərindən Barselona, gələcək hədəfləri motivasiya məktubunda Barselona ilə uyğun qursan, məncə niyə də olmasın, yəni alına bilər. Mən də istəyirəm, tamamilə mənim üçün ayrı birisi və Azərbaycanda belə öz gücümüzü kəşf eləməyə və öz şəxsi inkişafına görüşlər keçirilmir demək olar ki, ilk görüş ki, sən görüş verəcəksən və sən ilk görüşünə iştirak etmək ayrı birisi. Belə deyim, mən adi sahəsində oxuyuram, 9-cu sinifdə kollecə qəbul olmuşam. Mənim kollec ərzində oxumağımı düşünürəm, çox heyifslənirəm ki, 3 il ərzində vaxtımı belə çox boşa xərcləmişəm. Təsadüfən sənin videolarına qarşılaşıb, sənin videolarına baxıb nümunə götürmüşəm və üzərində işləməyə başlamışam. Mən sırf yanvar ayının əvvəllərindən başladım xarici universitetlərlə maraqlanmağa, özlərin təqaüd proqramlarına baxdım, qəbul şirkətlərinə və s. Bir sual vardı ki, mən bir universitetdən cavab gəldi mənə, Polşadaydı, adı yadımdan çıxan universitetin. Cavab gəldi və mən cavab verdim qarşılıq olaraq. Mənə geri dönüş eləmədilər və gediş şərtlərimi də qısıtlandı. Mən necə edə bilərəm ki, yəni təkcə başı yox, başqa digər ölkələr olsun. Yəni mütləq burada təkcə Estoniya deyil, İstifada da var və başqa bir digər ölkələrdə aid sahəsi və aid olmasın daha digər başqa bir sahələri xaricdə rahat oxuyub və o sahələrə rahat iş tapır. Fərqli hal-hazırda ölkələr var, ümumi sənin ixtisasında olsun, IT ixtisasında. Belə eləyə bilərsən, gələndən sonra müraciətləri elə və universitetlərə biraz daha diqqətlə yanaş. Çünki universitetin adını yadından çıxarmısan. Maraqlıdır ki, yəni əgər doğrudan da o universitetdə qəbul almaq istəyirdinsə, orada oxumaq istəyirdinsə, məncə biraz daha belə fokusunu sırf o universitetlə bağlı eləməliydin. Yəni indi gələndən sonra inşallah belə köməyim nəsə deyə bilərsə, Instagramdan yaz. Bacardığım qədər sənə kömək eləməyə çalışıram, amma əsas olaraq deyim ki, yəni sağ-salamat get gəl, əsası odur.
Sualım əslində qəbul prosesinə bağlıdır. Yəni bildiyimiz kimi beynəlxalq sertifikatlar mövcuddur. Yəni kiber təhlükəsizliyə aid OSP, HPT olsun, sistem üzrə RCSA, şəbəkə üzrə CCNA kimi sertifikatlar. Yəni qəbul prosesinin nə kimi müsbət tərəfləri, yaxud mənfi tərəfləri vardır? Kiber təhlükəsizlikdən fərqli olaraq bütün ixtisasların öz spesifik sertifikatları var. Sən sadaladığın bütün sertifikatların hamısı qəbul prosesində doğrudan da rol oynayır. Həm qəbul prosesində, həm iş prosesində. Mən deyərdim ki, həm bacarırsınızsa, OSP olsun, digər OFSEC-in bütün sertifikatlarını alıb yəni CV-ninizə əlavə eləyə bilər. Sadəcə çox qiymətləri çox baha olduğu üçün hamıya əl çatan deyil. Amma təbii ki, yəni 100% çox böyük bir müsbət tərəfləri var həmin sertifikatların. Məndə belə deyim ki, mənim indiyə kimi sertifikata ehtiyacım olmayıb. Sertifikatlar daha çox bir iş axtaran bir insan üçündür. HR-ın gözündə çox dəyərlidir. Məndə CCNA var, bir də OSCP var. Şəxsi inkişafla məşğul olan birisiniz təbii ki də və bu yolda sizin inkişafınıza kömək edən kitablar olsun, ya xüsusi şəxslər olsun, YouTube-da, fərqli platformalarda onlardan kimləri bizə məsləhət verə bilərsiniz? Çox təşəkkür edirəm suala görə. İzlədiyim və özümə mentor götürdüyüm şəxslərin çoxu əslində o qədər də tanınmış deyillər. Yəni çox vaxt hər hansısa bir deyək ki, kiber təhlükəsizlik videosunun hazırlayan şəxslər, məsələn John Hammond var, bilmirəm aranızda tanıyanlar varsa. Məsələn, onun bütün videolarını demək olar izləmişəm onun. Ondan sonra Nahum Sek var. O da əslində çox da tanınmır, Hindistanlı bir kiber təhlükəsizlik mütəxəssisidir. Bu dəqiqə şəxsi inkişafdan ən çox danışılan və internetdə məşhur olan, məsələn, Andrew Tate var. Mən baxsanız, yəni Andrew Tate'in fikirlərinin çoxu da mənə açıq maraqlıdır. Bilməm, aranızda böyük ehtimal onu sevməyən çox insanlar var. Amma mən açığı çox da bəzi fikirləri çox xoşlayıram onun da həyat tərzinin. Kitablardan gələndə isə mən daha çox kitab yox, eyni kitabı daha çox eyni deyək ki, bir kitabı götürürəm, 10-15 dəfə eynisini oxuyuram, şəxsi inkişaf kitabların. Ən xoşladığım, məsələn, son oxuduğum elə kitab videoda göstərmişdim, Atomic Habits. Çox bəyənirəm o kitabı. Ümumi olaraq hər gün qısa bir, deyək ki, çox bəsit bir nəyisə eləməyin uzun bir periodda bir sizin vərdişinizə çevirməyindən danışır. Çox maraqlı bir kitabdır. Fərqi yoxdur. Gündə məsələn bir səhifə kitab belə oxusanız, yəni uzun aylarda, illərdə o çox böyük bir rəqəmə gəlir, çıxır, belə snowball effekti yaradır, qartof effekti. Bizim backgroundumuzda normalda çox xaricə gedən şəxslər deyir ki, günlük proqramlarda iştirak edin, əsasda beynəlxalq olanlarda. Bunlar həqiqətən effektivdir. İndi söhbəti əslində uzadıb axırda yox cavabı verməkdənsə mən birbaşa öz təcrübəmdə yox cavabı verirəm. Yəni məsələn insanlar görürəm Formula 1-də volunteer işləyir. Ümumi olaraq mən könüllü işləməyə sözün düzün deyim yaxşı baxmıram. Məncə könüllü iş olmamalıdır. İş varsa onun ödənişi olmalıdır. Admission komitə, qəbul komitəsinin gözündə də məncə o qədər dəyəri yoxdur. Təbii ki, vaxtınız varsa eləyə bilərsən, amma onun yerinə daha yaxşı şeylər də eləmək olar könüllü olmaqdansa. Hal-hazırda uzun müddətdən sonra gəlmişəm Bakıda izləyicilərlə görüşməyə.